populyarlaşmaq Azərbaycanda səhv başa düşülür. Populyarlaşmaq sadəcə bizdə belə qəbul edildi ki, sinə açılmalıdır, mini yufka geyinməlidir, bütün bədən çöldə qalmalıdır. Bu reyting gətirməlidir və o populyar olmalıdır. Xeyr, populyarlıq o deyil. Məsələn, elmin populyarlaşdırılması var, texnologiyanın populyarlaşdırılması var, mədəni mənəvi dəyərlərin təhsilin populyarlaşdırılması var. Niyəsə bunlardan heç kim danışmır. Niyəsə bunlardan danışacaq adamlar televiziyalarda deyirlər, xəbər saytlarında, xəbər agentliklərində deyirlər. Niyəsə bunlardan danışacaq adamlar ekspertlik etmirlər. Verilişlərdəki ekspertlərə baxırsan, orada qonaq kimi iştirak edən o cılız məxluqatdan daha cılız adamlardır.